pode gravar ali não, tá? Sim. Uşaq da deyir ki, içəridə çəkiliş eləmə. Kameramı aldılar, kameranı aldılar, yoxladılar, nə çəkimsən, neynəmsən. Saray uşağı, yəni təhlükədən qorxar. Ev evin içindədir. Bir evə keçmək üçün başqa bir evdən keçməlisən, bir məhəlləyə keçmək üçün başqa bir evin içindən keçməlisən. Dedi ki, 104 gedir, 552 gedir, bir də 554. Belə saxlayın, 104, 52, 54. Onlardan 3 dənəsindən birisi. Gitməliyim, onu gözləyirəm. Ay göz də gəlir, Gəldiyim avtobusdan düşdüm. Belə bir gözəl mənzərədə, amma mənzərənin digər tərəfi dünyanın ən böyük favelalarından birisi olan İlegal favelasıdır. İlegal favelasının girişindəyəm. Bura olduqca təhlükəli bir yerdir, amma buranı görməmiş getmək istəmirəm. Favela artıq buradan etibarən başlayır. Başda görürsünüz binaları. Böyük ehtimalla bir çox yerdə çəkiliş etməyə ümumiyyətlə icazə verməyəcəklər. Böyük ehtimalla çəkdiyim şeylərin bəzilərini alıb sildirəcəklər. Amma nə olursa olsun, yəni bu təcrübəni dadmaq istəyirəm. Əgər bu videonu izləyirsinizsə, deməli sağ-salamat çıxmışam. Kamera cadê? Bu videonu izləyirsinizsə, deməli Não pode gravar ali não, tá? Sim. Deyir ki, içəridə çəkiliş eləmə. Uşaq da deyir ki, içəridə çəkiliş eləmə. Çalışdım çox çəkiliş eləməyim, amma ən azından sizə bir bazı olsa göstərim. Bəli, favela Rio de Janeiro'nun olmazsa olmazıdır. Burada dünyanın ən təhlükəli həm də ən böyük favelaları yerləşir. Favela gecəqonduların olduğu, qanunsuz tikililərin yerləşdiyi və həmçinin də kriminal vəziyyəti olduqca yuxarı səviyyədə olan bölgələrdir. Favelaların öz içlərində məktəbləri, xəstəxanaları və s. olur. Qısa şəkildə deyəcək olsaq, şəhər içərisində şəhər sayılır bu favelalar. Bu favelalarda yaşayanların bəziləri ömürlərinin sonlarına qədər faveladan kənara çıxmırlar. Çünki axtardıqları hər şey bu favelalarda mövcuddur. Cəmiyyətin aşağı təbəqəsinin yaşadığı yerlər hesab olunsa da bu favelalar, bir çox önəmli şəxslər də məhz elə bu favelalardan çıxır. Amma Rio de Janeiro'dakı bəzi favelalarda nəinki çəkiliş aparmağa icazə yoxdur. Ümumiyyətlə kənardan olan heç bir şəxsin həmin favelaya girişinə icazə verilmir. Deyim bir yol qaydanda həmin yolu eynisini tapmaq olmur. Yəni hardan gəldiyini tapa bilmirsən. Çox belə iç-içə qarışıq yerlərdir. Burada Vidigal favelasının ən hündür nöqtəsidir. Aşağılar bütün faveladır. Ətrafda burada ən hündür nöqtəsidir. Konkret burada lokal yerli insanlardan kimlərisə tapıb onunla bir yerdə gəlirlər. Yəni tək gəlmirlər, amma mən sırf tək gəlmək istədim. Nə görəcəmsə süni şəkildə yox, tam təbii şəkildə görmək istədim. Onun üçün də gəldim və düzdür, bəzi yerlərdə nə bilim kameramı aldılar, yoxladılar, nə çəkimsən, neynəmsən, kimləri çəkirsən, nə çəkirsən, amma yəni heç nədən narazı deyiləm. Yaxşı ki də tək gəlmişəm. Çünki tək gəlməyəndə və yaxud da nə bilim konkret neynəsə gələndə deyəndə o aldığın həyəcanı və həzzi tam ala bilmirsən. Onun üçün də ən yaxşısı elə tək gəlməkdir. Həm də ki, burada biz saray uşağıyıq, yəni təhlükədən qorxarıq, Qaş! Yəni, getdiyin bir yol qaydanda tapılmır. Aynası gedirsən, qaydanda həmin yeri tapa bilmirsən. Qaydanda həmin yerdən başqa yollar keçir. Yəni, qəti şəkildə baş açmaq olmur bu məhəllələrdən, bu ara yollardan. Ev evin içindədir. Bir evə keçmək üçün başqa bir evdən keçməlisən, bir məhəlləyə keçmək üçün başqa bir evin içindən keçməlisən. Yəni, nə bilim, getməlisən, filan dağdan filan quşun yumurtasını gətirməlisən, filan yerdə filan şey eləməlisən. Çox, amma çox qarışıq məhəllələr, çox qarışıq ara küçələr və hər şeydən əlavə bir çox yerdə əlində silah dayanan adamlar
və yaxud da ki, narkotik maddələrdən istifadə edən adamlar və onları çəkməyin özü belə, yəni problem yaradır sənə. Çünki sənə problem yaratmır, əslində onlara problem yaradır, onlar da sənə problem yaradır ki, gəlirlər, tuturlar, kameranı ver və yaxud da çəkdiyini sil və s. və ilə axır. Yəni, olduqca təhlükəli bir yerdir. Hal-hazırda olduğum bu favela. Favelanın bir sizə ümumi də görüntüsünü göstərəcəm. Bu cür ümumi bir görüntüsü də var Virial favelasının. Yəni belə çox, amma çox təhlükəli, amma çox qarışıq bir yerdir hal-hazırda olduğum bu favela və açığı çox hər kəsə də məsləhət görmərəm bura gəlməyi. Dediyim kimi bir yerə getmək istəyirsənsə gərək başqa evin içindən keçəsən, bir məhəllə başqa evin içindən keçilib gedilir, bir yol başqa evin içindəndir, o yolu oradan gəlməlisən, bu yola buradan girməlisən ki, belə olsun. Çox qarışıq bir yerdir. Hər şeydən də əlavə, burada küçələrin arasında, məhəllərin arasında daimi olaraq silahlı adamlar gəzir və 344, yəni hamısının əlində silah var və o silahlı adamlar səni hər an saxlayıb, yəni əgər çəkiliş etdiyini görürlərsə və salam, yəni səndən o kameranı ya alırlar və yaxud da ki, çəkdiyini silirlər. Yəni mütəmadi olaraq bu küçələrin arasında, evlərin arasında və yaxud da ki, nə bilim, hər yerdə o silahlı adamlara rast gəlmək mümkündür. Əslində bu çəkmə deyənləri də qınamıram, çünki qınanlası bir şey yoxdur. Deyir ki, mənim əlimdə məsəl üçün narkotik var, mənim əlimdə silah var, məni çəkmə. Yəni sən durub artist, sənə çəkəcəm, özüm bilərəm, filan peşmişən deyəndə o silahı götürər, deyər ki, yəni o çəkmədən nə olar? Yəni ona görə də buradakı insanların da anlayışla qarşılanmaq lazımdır. Sən buradakı insanların həyat tərzin gəlib dəyişdirən deyilsən. Sən buradakı insanlara yeni bir həyat tərzi aşılayan deyilsən. Artıq onların özünün bir həyat tərzi var və sən gəlib artist, nə bilim, kamera onların gözünə soxanda, nə bilim, telefonu onların gözünə soxanda, onlar o telefonu götürərlər, səni deyərlər ki, çəkmə. Yaxşı deyil, çəkmə.